İndi jurnalistlərdən danışdıq da, jurnalistlərin yaratdığı o yersiz hay-küy məsələsi ki var. Məsələn, siz orada olanda, indi sizdən əlavə digər əməkdaşlar da var idi Azərbaycanlı. Sizə verilən suallardan və yaxud da yəni birbaşa təmasınız oldu ümumiyyətlə jurnalistlərlə və yaxud da cəmiyyətlə birbaşa təmasınız oldu hardasa, yoxsa ancaq siyasi dairələr çərçivəsində görüşlər oldu? Bu çox maraqlı məsələdir. Əvvəla biz demək olar ki, bütün günü qarşı tərəfdən olan 5 həmkarımızla birlikdə müəyyən məsələləri müzakirə etdik. Onlar da müxtəlif beyin mərkəzlərini, media orqanlarını təmsil edən insanlardır. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bizim saat yarımlıq görüşümüz baş tutdu. O isə Ermənistan dövlətini təmsil edir. Eşitdiyimizə görə Ermənistan mediasının müxtəlif nümayəndələri bizim erməni həmkarlarımızla əlaqə saxlayaraq müəyyən açıqlamalar, şəkillər, fotolar, əlavə məlumatlar istəyiblər. Amma bizim müzakirələrimiz, konfransımız davam elədiyinə görə bu məqsədəuyğun hesab edilmədi. Ona görə də bax bu cür kontakt baş vermədi. Amma məsələn kuryoz hadisə də baş verdi ki, biz şəhər gəzintisi zamanı Ermənistan da Azərbaycan kimi hamını tanıdığı kiçik bir ölkədir. Ona görə məsələn addımbaşı bizlə olan erməni kolleqalar öz tanışları ilə görüşürdülər. Onların arasında jurnalistlər də vardı. Həmin jurnalistlərin bəziləri Azərbaycanlıları tanıdılar. Ona görə məsələn onlardan da xahiş olunurdu ki, hələ heç bir mediada açıqlama falan eləməsinlər.